Hamıya salam. Biz bugün birlikte söz yaradıcılığı mövzusunun izahına baxacağıq. Söz yaradıcılığında biz ilk öncəliklə işarələri bilməliyik mütləq şəkildə. Bu birinci çəkdiyimiz işarə kök işarəsidir. Bu isə olan dairəyə bənzəyən, yarım dairə fasonu olan qrammatikdir. Üçbucağa bənzəyən leksikdir. Bu isə başlanğıc formadır. Sözü kök və şəkilçiyə ayırarkən biz sual verməliyik sözə. Əgər sualın içində görürüksə şəkilçini, onda olur qrammatik. Görmürüksə leksik. Ağırlaşmışdı sözün təhlil eləyək. Sözün kökü ağ ola bilməz. Ağdan ağırlaşmaq əmələ gəlməz. Ağır sözün köküdür. Sonra gəlir laş. Laşın bir götürmək olar. Həm də ki, la ayrı şi ayrı götürmək olar. Maq artırırıq. Ağırlamaq adında söz olmadığından ağırlaşmaq bir götürüləcək. Laş birdən götürüləcək. Daş birdən götürüləcək. Sonra mış və dıya gəldik. İndi biz buna sual verdik də, nə etmişdi? Ağırlaşmışdı. İlk öncə sualını vermək. Nə etmişdi? Ağırlaşmışdı. Mışı və dını gördüm. Bunlar olacaq qrammatiklər. Bunlar qrammatiklərimi çəkdim. Leksik şəkilçi söz yaradır. Məsəl üçün bir dənə də doldurulmayacaqdır. Deyirik ki, nə etməyəcəkdir? Doldurulmayacaqdır. Deməli, acaq, əcək, D, bir də manı gördüm. Bunlar hamısını qrammatik qoyacağam. Sonra dol sözün köküdür. Dolmaq fiili. Doldurmaq, doldurulmaq. Görmədim deyə şəkilçini sualda. Ona görə də leksik götürəcəyik. Əgər leksik şəkilçi yoxsa sözün kökü onun başlanğıc forması deməkdir. Misal üçün, bir də deyək ki, bağçamızdakılar kimlər? Bağçamızdakılar kimlər? Larləri gördüm deyəcəm qrammatikdir. Bağ sözün köküdür. Bağça leksikdir. Mız burada qrammatikdir. Dakı leksikdir. Dakı ilə ki, həmişə sifət düzəldən leksik şəkilçidir. Lar da qrammatikdir. Sonuncu qrammatikə qədər ki isə bizə sözün başlanğıc formasını verir. Sözün başlanğıc forması da onda olur bağçamızdakı. Misal üçün, biz dedik la ayrı şi ayrı da götürülə bilər. O nə məsələdir? Misal üçün, deyirik ki, salamlaşmaq sözü. Gələ deyək, salamlaşdıq. Deyirik, nə etdik, salamlaşdıq. İlk orada olur qrammatik. Onu yazdıq. Salam sözün köküdür. İndi la mı götürəcəm? Ayrı, şım ayrı, yoxsa laş birdən? Götürürsünüz, oradan xət çəkirsiniz. Salamdan sonra xət çəkirik. Görürük ki, olur, olur. Misal üçün, burada ağırlaşmışdı dedik də. Ağırlamaq sözü var, ağırlamaq olur. Xeyr, olmur. Ona görə də laş birdən götürüləcək. Amma salamlaşdıq sözündə salamlamaq sözü var. Ona görə də la ayrı, şi ayrı götürüləcək orada. Yəni, bunun o eyni şey deyil. Bir də leksik şəkilçi söz düzəldir. Yəni, biz deyirik, misal üçün, bir deyirəm ki, kitab. Kitab sözün köküdür. Kitablar deyəndə larlar orada qrammatikdir. Niyə? Deyirik ki, kitablar nələr? Kitablar. Larlar orada qrammatik olur. Bir də deyirəm ki, süpürgə sözün köküdür. Məsəl üçün, süpürgə deyirəm. Süpürgəçi deyəndə insan ağlına gəlir nə? Bir insan. Süpürgəçilik deyəndə insan ağlına nə gəlir bə? Bir peşə. Misal üçün, deyirik ki, nə deyək? Məsələn, kitabxana kitab deyirik də, kitab. Xana qoşanda ona leksik şəkilçi olur da xana. Kitabxana deyəndə insan ağlına məkan gəlir. Kitab deyəndə bəlirli bir kitab gəlir ağlımıza. Kitabxana deyəndə isə bir məkan deyir. Kitabxanaçı deyəndə artıq bir insan gəlir ağlımıza. Yəni leksik şəkilçi sözü düzəldir. Fərqli mənalı söz yaradır. Kitab adi bildiyimiz kitablar idi. Kitablar adi bildiyimiz yəni kitablar deyil. Kitabxana deyəndə ağlımıza məkan gəldi. İçində çoxlu kitab olan bir məkan. Kitabxanaçı deyəndə artıq ağlımıza bizim nə gəldi? Kitabxanaçı deyəndə ağlımıza artıq bir insan gəldi. Kitabxanaçılıq deyəndə isə yenə də insan ağlına gələcək olan peşədir. Məsəl üçün, həkim özü, adi həkim deyirik də, həkimlik deyəndə artıq bu bir peşə olur. Həkim deyəndə insan ağlına gəlir bir insan. Həkimlik deyəndə artıq peşə gəlir insanın ağlına. Bu qədər.